Herkese salam. İlk uzun vloguma xoş gəlmisiniz. Bugün sizinlə bir günümü paylaşacağım. Səhərlər metroya atamla gedirəm. Yəni burada gördüyünüz kimi. Sonra isə təbii ki metroya minirəm və 28 maydan isə sahil stansiyasına keçidirəm. Burada isə sahil metrosundan universitetimizə qədər olan yoldur. Gəlib çatdıq universitetə. Təbii ki, içəri daxil olanda kartımızı göstəririk və sonra daxil oluram universitetin içinə. Universitetə daxil olduqdan sonra sizə universitetimizin bəzi hissələrini göstərirəm. Sonra isə universitetimizin daxilində yerləşən həyətə keçidirik. Həyətimizdə yerləşən çox gözəl bir yer var və mən də bugün ora getməyi düşündüm və dərsimi orada etmək istədim. Sonra isə mülki müdafiədən biraz təkrarlara baxıram. Burada isə artıq dərsimizin başlanmağına çox az qalıb. Mən də sinif otağımıza yollanıram. Universitetimizin 4 lifti var və hər biri müxtəlif mərtəbələrdə dayanır. Burada isə mənim outfitim, dərsimiz 14-cü mərtəbədə idi. 14-cü mərtəbəyə qalxıram və sonra mənzərəmiz təbii ki də birinci dərsimiz bitkilərin anatomi və morfologiyasıdır. Biz də xalatımızı geyinib hazırlaşırıq. Sonra isə tələbə elmi cəmiyyətin keçirdiyi konferansın nəticələri çıxdığı üçün 3-cü mərtəbəyə enirik və konferansda iştirak edirik. Ölkəmizin inkişafı üçün, çiçəklənməsi üçün gənclərə mən çox güvəndim. Və qeyd edirdik ki, hər bir gənc sabah ölkəmizin bu və digər sahələrində hər hansı bir sahədə idarə etmə vəzifəsində olarsa, hər kəs öz işin öhdəsindən gəlməyə başlamalıdır. Bunun üçün təhsil, elm, texnologiyanın inkişafı və cəmiyyətin inkişafı bu 4 mərhələdən ibarət olan sikli gənclər çox yaxşı keçməlidir. Təhsil inkişaf edərsə, elm inkişaf edər, elm inkişaf edərsə, texnologiya inkişaf edər, texnologiya inkişaf edərsə, cəmiyyət inkişaf edər. Cəmiyyət inkişaf edərsə, yenə də təhsil inkişaf edər. Bunun üçün hər bir gənc olduğu yerdə yaxşı öyrənməlidir, yaxşı oxumalıdır. Sizin çıxış etdiyiniz Yusuf Məmməd Əliyevlə bağlı tələbə elmi cəmiyyətinin konfransı sizə bu yolu göstərir. Bunun üçün
böyük elmə gedən yol hökmən tələbə elmi cəmiyyətindən keçəcək. Tələbə elmi cəmiyyətinin xətti ilə tədqiqat işi aparmanın, öyrənməyin yollarını siz biləsiniz. Təhsil elmi tədqiqat işi aparan alim yaxşı alim ola bilməz. Yaxşı alim odur ki, yazmağı da bacarsın. Niye Avrupa'da elm bu günlərisi daha çok irəlidədir? Avrupa'daki alimler şərqdəki elmi Avrupa'ya apardılar. Şərqdəki alimlerin öğrendiği işleri Avrupa'ya apardılar. Şərq alimləri apardığı tədqiqatları yazmırlar. Belə deyirlər, bir padişahın məclisində, bir mükəmməl bir yerdə deyirlər, söz şəklində də qalır. Avropalılar ise aparıb yazır. Nəsrəddin Tusinin tədqiqatları nə qədər çox qabaqdan Avropaya bilmiş. O hələ Kolumbun kəşfindən də qabaq deyildi ki, birlikdə var içi, o hələ gelib çıxılmıyor. Tədqiqatların nəticəsində bilmişdir. Ona görə də hər bir tədqiqatçı yazmalı bacarmalıdır. Yəni siz gəl. Hadi çalmayın. Yaşasın. Sonra isə əlavə dərsimiz var idi və biz zoologiya muzeyində dərs keçirdik. Bu isə zoologiya muzeyimizin bir hissəsidir. Çar deyil, Allah aşkına çar. Bu da zoologiya muzeyimizin ön gözdə. Ən gözdə nəyi? Nümayəndəsi. Yılana bak. Yılana bak. Gürsel gözdə. Ya şap şey, sen bizi mi seviyorsun? Wow, Allah ilanlara bak burada. İlanın inkişafı. İlandı mı? Ha, yumurtadan çıxmamış var ya. Biz zaten burada görürük de bunu, nəyəcək bir də şey. Aa, balon balığı. Ahtapot var ya burada. Aa, Sweetie. Nasıl koştun Nazlı? Yazık, ısparağın etini aparıblar. Ne dolu? Aa, şey balık bu, skat. Bu arada Çok balığı. Ha, süper. Değil, öyle bunların hamısı besanlı, yani yaşamalar yollar hazırda. Ya buradan dirilip üstüme düşer. Deli olarım da yani. Arkadaşlar. Burada da qrup yoldaşlarımla artıq dərsimiz bitdiyi üçün avtobus dayanacağına gedirik. Nəhayət gəlib çatdıq Ağşəhərə. Biz qrup yoldaşlarımla Ağşəhərdə yerləşən Nizami Parkına gəlmişdik.
Çəkilişdə olur, nə olursa. Məzunlardan istəyirəm. O döküllərə baxın da. Yox, istəmirəm. Azarım. Yazacağım. Her şeyden videoda herkes kaldı. Asbudur, ezdə. Pedagojya universiteti. Asbudur, Azərbaycan Pedagojya Universiteti. Şey botanik uçumla geldik. Yox da, yəni deyir gələk burada. Yok olmuyor. Bir gerçekten. Gülbar başqadır, Balaq şəhər başqadır. Şurada bak lütfen ya. Aşağıda bakıyorum sen. Oraya gidelim. Dur. Çek beni çek. Video değil. Videoda bəli. Bak. Dedim bakın. Layihə qururlar. Hamısı tikilir. Ayda bir dənə qız gəlir. Daha attan gəlir. Deyirəm Aysan deyil ha bu attanır. Atlanır. Yoksa sen değil attanmırsan da. O attan gəlir. Değişim görsel. Ben öyle bir ara yiyordum falan. Ay bari istəyirsən şu kosmosa gir. İşte oturulan falan geliyor. O çiğneler yudum. Buran tapamayacaklar indi. Mavi giyinmemeli. Ben ağır. I was scared of dentists in the dark. I was scared of pretty girls and starting conversations. All my friends are turning green. Yeah, the magicians assistant in their dream. Oh, and they come unstuck. Lady, running down to the riptide, taken away to the dark side. I wanna be your left-hand man. I love you when you're singing that song, and I got a lump in my throat 'cause you're gonna sing the words wrong. Is this movie that I think you like? This guy decides to quit his job and head to New York City. This cowboy's running from himself, and she's been living on the highest shelf. And they come unstuck. Lady, running down to the riptide, taken away to the dark side. I wanna be your left-hand man. I love you when you're singing that song, and I got a lump in my throat 'cause you're gonna sing the words wrong. I just wanna know if you're gonna stay. I just gotta know. I can't have it any other way. I swear she's destined for the screen. Closest thing to Michelle Pfeiffer that you've ever seen. Oh, lady, running down to the riptide, taken away to the dark side. I wanna be your left-hand man. I love you when you're singing that song, and I got a lump in my throat 'cause you're gonna sing the words wrong. Oh, lady, running down to the riptide, taken away to the dark side. I wanna be your left-hand man. I love you when you're singing that song, and I got a lump in my throat 'cause you're gonna sing the words wrong. Oh, lady, running down to the riptide, taken away to the dark side. I wanna be your left-hand man. I love you when you're singing that song, and I got a lump in my throat 'cause you're gonna sing the words wrong. Yeah, I got a lump in my throat 'cause you're gonna sing the words wrong. I was scared of dentists in the dark. I was scared of pretty girls and starting conversations. All my friends are turning green. Yeah, the magicians are.
Beləliklə vloqumuzun sonuna gəldik. Əgər vloqumuzu bəyəndinizsə bəyənməyi, abunə olub bildirimləri açmağı və belə videoların davamını gəlməsini istəyirsinizsə yorumlarda vloq yazmağı unutmayın.